Allah haqqı sən mən peysərdə YouTube'da. Allah haqqı teypə sən cırıq edərəm. And Allah dişimlə sənin qulağını çəkib çıxardaram. Ekrana yaxından əyləşin dostlar, çünki bu günləri eşşək haqqında olacaq. Nəysə, qulaq asın deməli dostlar. Bilirsiniz ki, mən ümumiyyətlə Əflatun haqqında hardasa 2 il bundan qabaq video paylaşmışam. Bu insana nədənsə bilin, indi gəlib çatıbdı yəni. İndi gəlib çatıbdı ki, mən bundan baxsa, nə bilim, nəysə, temadan kimi xəbəri yoxsa, deməli, mən TikTokda canlıyam açmışdım. Əfi də oradan məgül atır, hədiyyə falan atır ki, mən qoş, qurban olaram. Çatda da yazır ki, əfini qoş, mən dedim, cavab qəşidir, Əflatundur. Qoşdum, girən kimi başladı mən söyməyə, bilin. Deyəsi çalımı nəyə girir, həqiqi girməyəm, gəlir qırana. Nəsə, vəbşin. Deməli, girdi, bilin, başladı mən söyməyə. Xiyarı indi çatıbdı ki, mən 2 il bundan qabaq peysər çıxartmışam. Nəysə, sonra sən demə, Johnny ilə bunlar canlıyamdı, qırğın ediblər. Heç mən baxmamışam, bir demə atıblar. Gəlin, baxaq bir yerdə. Mən onu paylaşmışdım, qaqa. Mənə bax kişi, mənə bax bir dənə. Mənə niyə söyüb ana söyüşü, niyə söyüb bayaqdan mən? Ama sən ana söyüşü zadı heç kim söyməyib. Mən nə vaxt ana söyüş söymüşəm, ha? Siz görübsünüz, mən kimisin mamasını söyməyəm. Ay kişi, bax bunu qəbrə qoyarsan söyüb orada. Əflatun. Mən vecimə deyil, eşidirsən məni. Sən kimdir tanıyır? Necə sən vecimə? Dəlidir. Deyirəm mən mamamın sözü deyir ki, amma mən vecimə deyir. Soxum sən ya. Gözsən anladı. Qardaşımın tərəfini tutma, get denən ki, çaqqal, bunu niyə paylaşmısan? Niyə bunu YouTube'da? Mən niyə pis paylaşıb? Tüfərən Mən niyə uzun pis olsun. paylaşıb? Mənə bir dənə Əflatun bax. Mən sən yazacam nömrən. Bildin necə? Yaz. Mən orada yoxum. Sən gedib görüşərsən adamla, yaxşı? Gelib görüşərəm, eşidirsən mən. Bax, qaqaş, bir dənə YouTube'a bax. Başıma nəsə gələndən sonra incim ha mən. Ay qaqaş, mənim başıma heç nədən qorxmuram. Amma elə bir gələcək ay kişi, sənin başına elə bir şey gələcək. Mənim başıma heç nədən, onsuz da gəlir. Mən sənə söz deyirəm, yəni mənim dövlətim var. Mən güvənirəm dövlətimə. Mən ikinci səfər getmək istəmirəm, pis səri. Siz indi bütün bu mənasız söhbətlərin yəni çöl tərəfini görürsünüz. Gəlin buna bir içdən də baxaq. Deməli, Əfi mənə şəxsi direkt göndəribdi və səslər göndərib. Gəlin bir dənə qulaq asıq sağla. Tema var, Allah'ın da olsun. Deməli, qulaq asın. Zeyf, sən özün bilsən ki, mən TikTok səhifəsi vuranam da. Pay! Pis olar. Yəni, mən dəymə, mənim səndən işim yoxdur. Allah, TikTok səhifəsi vuran, hələ sənin yanındakı eşşəyə yanaşlar. Bu arada dostlar, indiyə kimi mən ümumiyyətlə çox şirkət reklam eləmişəm. Amma açığı deyim, yəni mənim ən uğurlu reklamlarından biri taksimetrdir. Çünki 2 aydan çoxdur reklam edirəm və bütün istifadəçilər mənə təşəkkürlərini bildirirlər. Və bir çox mənim tanışlarım, qohumlarım artıqlaması ilə buradan pul çıxarış edirlər. Çünki endirimdə olan maşınlardan yəni yararlanırlar. Deməli dostlar, gəlin belə eləyək. Hal-hazırda gördüyünüz kimi mənim 31 dənə maşınım var və balansımda 3772 manat pul yığılıbdır. Açığı 2000 dollarını özüm balansa əlavə eləmişəm, çünki yeni endirimdə olan maşınları alacağam. Gəlirimizi toplayırıq dostlar. Balansım oldu 4320 manat. Yeni bir kolleksiya çıxıbdı, Rolls-Royce. 1700 manat qiyməti var. İstəyirəm 2 dənə alam ki, biri də hədiyyə olunsun. Çıxarışların hamısı avtomatikdir, tez bir zamanda kartınıza köçür. Yəni bez problem. Nə problemimiz oldu, kommentarlarda bildirə bilərsiniz. Rolls-Royce alırıq, aldıq. İkincisini də alırıq. Və gördüyünüz kimi 3-cü Rolls-Royce kulundan hədiyyə olunur. Aşağıda link olacaq. Qeydə keçsiniz. Qeydə çaman 10 manatlıq maşın hədiyyə olunur. Yəni yatırımsız da qazana bilərsiniz. Həyatda bir dəfə gəlir kişi kimi yaşayır. Deyənə bax. Ən güclü nə səsi çıxardan yoxdur. Gör mənə deyir ana. Ha gözlə. Yerdə sən mən orada söymüsən, YouTube'unda paylaşmışsan, səbəbi öyrənmək olar. Nəyə görə yiysən ki? Çünki Qantov qazan. Mən qoşula bilmirəm, mən icazə vermirlər çıxmağa. Onlar adam kişi kimi yaşayır, Zeyf. Yəni adam kişi olar. Mən bezimə də deyil. Deyim, mən heç TikTok'a çıxmıram, Allah dolandırır. Gəlib dolanacam. Səndən də 5-10 manat istəmirəm ki. Mənə bax, canlıyəm da deyirsən ki, acından öləyim biridir. Fərqi yoxdur, acından öldüm, toxumdan öldüm. Zato səndən bir köpü istəmirəm ki. Hə, bir köpü istəmirəm. İndi bu qalsın, bir dənə buna baxın. Aşağı yenirəm, bir də bayaq göndərib. Qaqa, kart atın pul atda. Özümün zəifçiliyidir, Qur'an olsun. Allah Allah. Sənin
Ona görə bax buna nə deyim ki, sənlə bu həqiqətən çatışmamazlığı vardı. Yazıqdır bu. Valla bir dənə səslərə qulaq asın, yazığınız gələcək. Yəni bu video açığı onu söymək üçün yox, həqiqətən də iç yüzünü ortalığa çıxartmaq üçündür. Yəni həqiqətən bilin ki, bəfi yazıqdır. Başa düşdünüz? Bax Qurandan xəbəri yoxdur, elə bir şey söyləyəcəm. Söyməyəcəm, mən söydüyümü söymüşəm. Öymək deyəndə sən mənə peysər demisən. Allah haqqı sən mənə peysər demisən. YouTube'da ki bu belədir. Quran and olsun. Ayıb deyirsən. Mən sənə nəsə eləməmişdim ki, sən mənə o sözü deyirsən. Həmi deyirsən, həmi də boşlu çıxardırsan. Yoxdur elə bir şey. Amma öldürəcək Allah. Səslərinə bir dənə qulaq asın. Vallahi yoxdur elə bir şey. Zevs, Allah gözün qabağından çıxartma. O üstünə, nə ürəyindən gəlir elə. Bacardım sənin bu səhifəvi də bağladım. O biri səhifəvi də kanalı bağladacam. Hay. Mənə də poxudu, işdirsən məni. Dünya aləm becimə död, yaxşı. O Sən sənə. üzbəyiz çıxsan mənim cavabımı verə bilməzsən. Kimlə didərəm sən? Əlbəyax olsan sən mənə heç nə eləyə bilməzsən. Sən çırıq-çırıq eləyərəm. Bu arada dostlar, deməli Instagrama keçid edirəm. Tez-tez qarşılaşıram ki, süni intellektdən mənim videomu düzəldiblər. Güya ki, nə bilim mən nömrə paylaşdım və deyirəm ki, keçin dostlar, bütün kod əvəzçilərinə aiddir. Keçin bu nömrədən nə bilim kod alın, çıxarışlar bez problem, uduşlarınız verilir falan. Deməli dostlar, o reklamına heç birinə inanmayın, çünki hamısı süni intellektdən hazırlanır. Sizə bir dənə məsləhətim odur ki, əgər kimsə kod əvəzkarıdırsa və bez problem bütün uduşlarına çıxarış eləmək istəyirsə, bura bir nömrə əlavə edirəm. Bu nömrə ilə dostlar əlaqə saxlayırsınız, 20% sizə bonus verilir. Çıxarışda heç bir problem yəni yaşayan deyirsiniz. Yaşasanız da ki, kommentlərdə aşağıda yaza bilərsiniz və dərhal həll edə bilərik. Yəni deməyim odur ki, dostlar, Instagramdakı reklamlara inanmayın. Şəxsən mənim paylaşdığım nömrəndə əlaqə saxlayın və bez problem oyununuzu oynayıb pulunuzu qazanın. Allah haqqı təypə-təypə səni cırıq-cırıq edərəm. And Allah, dişimlə sənin qulağını çəkib çıxardaram. İnanırsan. Öldürərəm də, prosto istəmirəm də mən. Öldürərəm nədir? Hər adamı da öldürüb, normal bir oğlan öldürsəm kimə nə dər? Allah haqqı, ağıllı ol. Zevs, məndən dirəşmə. Yanarsan. Allah haqqı, bir dənə ərzə yazaram. Avropa məhkəməsinə yanarsan bala. Ala buna danışıram, bıçaq deyir, səndən öldürərəm ki, adam niyə? Sonra deyirsə, evdə ərizə yazaram. Ala bir iş verəndi ki. Sən mənim üzümə deyə bilməzsən, onanca monitorda deyərsən. Yəni lazım gəlsə, prosto Monitorda deyir. sənə görə nəsə, davay uçdum. Quran haqqı davada səni çiynəyərəm. Onda Allaha sən bir dənə kəlləyə uzadarım. Tövbə deyirəm ki, bir dənə kəlləlik canım var. Bir dənə kəllə tutuzdursan Zevs, bəsindir. Onda Allah, istəmirəm ki, uşağı döyəm, yaxşı Zevs. Prosto, vallahi istəmirəm. Sağ olun. Sən Zevs hələ uşaqsa deyirsən, Allah. Bəlkə, belə yox ha, Zevs sən mən döyə bilərsən. Yox, sən döymək olar. Başım sürəndə görməmisən. Qorxdum özümü. Mən gördüm, verilişləri bağlatdım 2 dənə videoma. 2 dənə videoma bütün verilişi darmadağın elədim. 2 milyon baxışla. Sən bu oğlanı gördün. Nə veriliş bağlı? Verilişlər girdi o bax, mənim videoma. 2 dənə video. Sən məndən dirəşmə qaqa. Yanarsan. Allah ki, nə deyim ya, görürsünüz də yəni heç bir şey demirəm, sadəcə olaraq qulaq asırıq. Verilişlər qara pulları yuyurdular. Gələn qara pulları. Gördün 2 dənə video çəkdim. Bütün verilişi verən qoydular. Qara pullar yuyururdu. Fəxrimiz sənə. Həmişə dövlətin yanında olmuşam. Mənim dövlətim mənim baş tacımdır. Deyəndən sonra ki, Allah dövlətimi saxlasın, mənə bunu göndərib. Yoxdur mənim pulum haram, kasıb olmanam mən kasıb olmanam mən. Bu nə demək ki, bir insanda gələ çatışmayaq ki, bu boyda söhbətin arasında video göndərək ki, necə oynayır. Zevs yadında saxla ki, etalonma, minada priyoma, vetsine, efi.
Aa, suka. Dostum, Ben deli. Zevs, ben evimi sattım. Her Veçlafır. şeyim gitti. Evimi sattım Zevs, her şeyim gitti. Ağlaşma başladı. Sattım. Her şeyim, neyim var idi gitti Zevs. Şimdi özüm qanlıq yer axtarıram. Bak Allah. Kirazak gəzirəm. Gör nə günə dalmışam. Düşmüşəm türmə pulumun dalınacaq Zevs. Onu düzəldim, onu alım. Heç olmasa. Allah haqqı. Allah işin başına gətirməsin. Heç düşmanımın da Zevs. Quran and olsun. Türmə pulumu düşmüşəm ki, düzəldəm alam. Türmə pulu nədir başa düşmə. Deyirəm, ey Zevs. Bax var, dəlinin arxası da kəsirdi, qabağı da kəsirdi. İndi gör Allah neynədi. Deməli dostlar, ondan sonra təsəvvür edin ki, mənə bir dənə qız səhifəsi atıbdı deyə. Bir dənə də ürək atıb mənə, Zevs yazıbdı belə. Sonra səs atıb. Bir dənə qulaq assan Allah. Gör nə deyir. Aga sana Allah'ın verirəm, ne olar? O atmışdım, sənə paylaşmışdım. O qız arada dəstək oldu, dəstəyi yoxdur. İmkan olsa. Bu yeri də la. Bu gah mənlə sporlaşır, gah məni söyür. Gah məndən xahiş edir. Sonra baxın sən Allah. Qaqa, necəsən bura? İşləmir bura. Allah səni qamusa versin. Sənin sağlığa da su içə bir dənə bana qır. Elə də işləyəm qaqa. Yəni mən başa düşmürəm. Yəni bu insan gah məndən söyüşür, gah nə bilim, mənim sağlığıma bana qoçur. Yetim. Allah açığı mənim dostlar buna yazığım gəlir. Ona görə də pis heç bir şey demək istəmirəm. Həqiqətən bu insan yazıqdır. Yəni bunu çox söyüb eləməyin. Buna Allah vurubdu yəni. Azevs qaqa, Allah bu vəziyyət səhifçilidir. Kart atım oradan bir pul da atda mənə. Vəşlə salamajlıq da promoy Zevs. Vəşdir. Sonra da baxın mənə video atıb buna bax. Məndən güclü nə səsi çıxardan yoxdur. Nəysə də yəni başa düşdünüz də yəni bu günlük bu qədər dostlar. Əgər bu videonu bəyəndisə like edin və kanalımıza abunə olmayı unutmayın. Həqiqətən də çox maraqlı bir dünyada yaşayırıq. Yəni mənim özüm şokdayam. Hələ 29 yaşım var. Görün indi 40 yaşa çatana kimi, o da çatsam. Böyük ehtimal çatan deyirəm, amma belə yəni çatsam yəni. Yəqin məni infarkt vuracaq. Heç öpürəm hamınızı. Bu videoya like edin, kanalımıza abunə olmayı unutmayın. Sağ olun ki varsınız. Çünki siz olmasanız həqiqətən insan baş gedər. Sağ olun.